Hörmətli izləyicilər, mən Elnur Rəsulov, Amarkes Global Broker şirkətindən hər birinizi salamlayıram. Bugün sizinlə gündəlik bazar analizini paylaşacaq. İlk öncə dollar indeksini nəzərə salaq. Bu həftə ərzində ümumiyyətlə çox vacib xəbərlərin açıqlanacağı gözlənilir. Belə ki, ilkin olaraq həm Yaponiya Mərkəzi Bankının faiz dərəcəsi ilə bağlı qərarı, həm federal ehtiyatların faiz dərəcəsi ilə bağlı qərarı, həm də İngiltərə Mərkəzi Bankının faiz dərəcəsi ilə bağlı qərarı açıqlanacaq. İlk öncə dollar indeksindən başlasaq, diqqət etirsəniz, hörmətli izləyicilər, texniki analiz nöqteyi nəzərdən 11 iyun tarixinin əslində dollar indeksində satış siqnalı yaranmışdı və həmin tarixdən etibarən, yəni həmin günün birinci dəstək səviyyəsini qırmışdı və qiymət həmin səviyyənin altına bağlamışdı və həmin tarixdən etibarən diqqət etsəniz, dollarda eniş davam edir. Ayın 13-də də baxmayaraq ki, həmin günün birinci müqavimət səviyyəsini qırdı, lakin diqqət etsəniz, dollar indeksi həmin səviyyənin altında bağlanmış oldu. Yəni bazarda satıcılar hələ də güclüdür və gün ərzində nə qədər ki, bu günün birinci müqavimət səviyyəsi olan 98-129 səviyyəsi, yəni bu səviyyə qırılıb onun üzərində bağlanmazsa, biz dollar indeksində enişin davam edəcəyini proqnoz edə bilərik. Xüsusilə hörmətli izləyicilər, bildiyimiz kimi Amerikada inflyasiya dərəcəsi də gözləniləndən bir mənada aşağı açıqlanmış oldu, yəni 2,4% açıqlanmış oldu. Əlavə olaraq əmək bazarında da nisbətən neqativ tendensiya var və bundan dolayı da yəni bu ayın 18-də baş tutacaq federal ehtiyatların faiz dərəcəsi ilə bağlı görüşündə faiz dərəcəsinin endiriləcəyi ilə bağlı gözləntilər var. Hal-hazırda faiz dərəcəsi 4,50-dir. Lakin faiz dərəcəsi 4,50-nin altına endirilərsə, bu zaman dollar indeksində olan biz satışların daha da güclənəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyetimiz avro-dollar valyuta cütlüyüdür. Avro-dollar valyuta cütlüyü də əslində dollarda olan düşüşdən dolayı yüksələn trendlə davam edir. Diqqət edirsəniz, avro-dollar valyuta cütlüyündə də 11 iyun tarixində həmin günün birinci müqavimət səviyyəsinin qırılması ilə və valyuta cütlüyünün həmin səviyyənin üzərində bağlanması da bir mənada alış siqnalı yaranmışdı və diqqət etsəniz, həmin tarixdən etibarən artıq 1, 2, 3, 4-cü gündür ki, avro-dollar valyuta cütlüyündə yüksəliş trendi davam edir. Bu gün içərisində də nə qədər ki, valyuta cütlüyü bu günün birinci dəstək səviyyəsi olan 1,14884 səviyyəsini, yəni bu səviyyəni qırıb onun altına bağlanmazsa, biz avro-dollar valyuta cütlüyündə yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyetimiz GBP-USD valyuta cütlüyüdür. GBP-USD valyuta cütlüyündə bir mənada trending deyil, range ticarəti müşahidə olunur. Diqqət etirsəniz, 13 iyun tarixində bazar nə birinci müqavimət səviyyəsinin üzərində bağlanıb, nə də birinci dəstək səviyyəsinin altında bağlanıb. Bir mənada range içərisində ticarət olunur və bunun başlıca səbəbi qeyd etdiyimiz kimi, hörmətli izləyicilər, İngiltərə Mərkəzi Bankının faiz dərəcəsi ilə bağlı qərarı açıqlanacaq bu həftə və faiz dərəcəsinin 4,25% ətrafında saxlanılacağı proqnoz edilir və bundan dolayı da bir mənada GBP-USD valyuta cütlüyündə gözləmə mövqeyi hakimdir və eyni zamanda, hörmətli izləyicilər, Amerikadan federal ehtiyatlar da faiz dərəcəsi ilə bağlı qərarını elan edəcək və əgər GBP-USD valyuta cütlüyü bu günün birinci müqavimət səviyyəsi olan 1,36328 səviyyəsini qırıb onun üzərində bağlanarsa, biz GBP-USD valyuta cütlüyündə yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Əks təqdirdə bugünkü birinci dəstək səviyyəsi olan 1,35167-nin altında bağlanarsa isə biz GBP-USD valyuta cütlüyündə enişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyetimiz USD frank valyuta cütlüyüdür. USD frank valyuta cütlüyünə diqqət etirsəniz, trending bazar var və belə ki, 11 iyun tarixində həmin günün birinci dəstək səviyyəsini qırdı və valyuta cütlüyü həmin səviyyənin altına bağlamış oldu. Diqqət etsəniz, həmin tarixdən etibarən güclü bir trend bazarı müşahidə olunur. Bunun başlıca səbəblərindən birisi, hörmətli izləyicilər, ümumiyyətlə qlobal risklər olduğu zaman investorlar daha təhlükəsiz maliyyə alətlərinə yönəlirlər. Bunların da başında təbii ki, qızıl gəlir və eyni zamanda İsveç frankı daha təhlükəsiz maliyyə aləti sayıldığı üçün investorlar bir mənada bu valyuta cütlüyünə belə deyək yönəlirlər və diqqət etirsəniz 11 iyunda başlayan trend bir mənada hələ də davam etməkdədir. Bu gün içərisində USD frank valyuta cütlüyü bu günün birinci müqavimət səviyyəsi olan 0,81553 səviyyəsini qırıb onun üzərinə bağlanmazsa, biz USD frank valyuta cütlüyündə eniş trendinin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz qızıldır. Ümumiyyətlə, bir öncəki videolarımızda da qeyd etmişdik ki, qızılda əslində hər aşağı yönlü korreksiya alış üçün böyük imkanlar yaradır. Bəs nə zaman alışa daxil olacaq, nə zaman alış pozisiyası açacaq və bir öncəki videolarımızda da qeyd etmişdik ki, əgər qızıl günlər üzrə həmin günün birinci müqavimət səviyyəsini qırarsa
və onun üzərində bağlanarsa, əslində qızılda böyük bir alış siqnalının formalaşdığını qeyd edə bilərik. Və diqqət etirsəniz, 11 iyun tarixində qızılda alış siqnalı yaranmışdı və hələ İsrail təbii ki, İranı vurmamışdı. Yəni, ancaq bizim sistemimiz 11 iyunda artıq qızılda alış siqnalı vermişdi və diqqət etirsəniz, həmin tarixdən etibarən qızıl yüksələn trendlə davam edir. 1, 2, 3, artıq 4-cü gündür ki, bir mənada, yəni 1, 2, 3, 4-cü gündür ki, qızılda yüksələn trend davam edir. Əgər qızıl bu gün içərisində, bu günün birinci dəstək səviyyəsi olan 3392 səviyyəsinin qırıb onun altına bağlanmazsa, biz qızılda yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Ümumiyyətlə, hörmətli izləyicilər, bildiyimiz kimi qlobal risklər artdığı zaman, xüsusilə Orta Şərqdə yenidən müharibənin alovlanması, xüsusilə İran və İsrail arasında gərginliyin artması və hələlik onlar arasında hər hansı bir danışığa dair gözləntinin olmaması bir mənada qızılın qiymətini təzyiq edən əsas faktorlardandır. Və nə qədər ki, bu konfliktlər daha da artacaq, xüsusilə Rusiya-Ukrayna müharibəsinin sonlanmaması, eyni zamanda yenidən Orta Şərqdə müharibənin alovlanması bir mənada qızıla olan tələbi artırır və əlavə olaraq da təbii qlobal bond bazarında olan, istiqraz bazarında olan faizlərin yüksək olması da investorların daha çox qızıla yatırım etməsinə səbəb ola bilir. Yəni biz qısa vədədə qızılda aşağı yönlü korreksiyaların şahidi ola bilərik. Lakin uzun vədədə biz qızılın yüksəlişlə davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə Brent markalı neftdir. Brent markalı neftə də diqqət etirsəniz, əslində bizim sistemimiz 11 iyun tarixinə alış siqnalı vermişdi. Belə ki, həmin günün birinci müqavimət səviyyəsinin qırılması və hətta qiymətin 3-cü müqavimət səviyyəsinin üzərində bağlanması da neftə güclü alışın olduğunu göstərdi. Lakin ondan sonra İsrail-İran müharibəsi başlamış oldu ki, bu da neftin qiymətini yuxarı yönlü dəstəkləyən əsas faktorlardan birisidir. Və həmin tarixdən etibarən artıq 4-cü gündür ki, neftdə yüksəliş bir mənada davam edir. Bu gün ərzində neftin qiyməti bu günün birinci dəstək səviyyəsi olan 70.62 səviyyəsinin qırıb onun altına bağlanmazsa, biz neftin qiymətinin yüksəlişinin davam edəcəyini proqnoz edə bilərik. Xüsusilə hörmətli izləyicilər, İsrail və İran arasındakı müharibə bir mənada İranın Fars körfəzindən keçən tankerləri təhdid etməsi və yaxud onlara risk təşkil etməsi də neftin qiymətinə yuxarı yönlü təzyiq edən əsas faktorlar arasındadır. Lakin texniki analiz nöqteyi-nəzərindən qeyd etdiyimiz kimi bu günün birinci dəstək səviyyəsi qırılmazsa, biz neftin qiymətini hələlik yüksəlişin davam edəcəyini söyləyə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz S&P 500 indeksidir. S&P 500 indeksidə diqqət etirsəniz, 13 iyun tarixində əslində həmin günün birinci dəstək səviyyəsinin altında bağlanmış oldu. Hətta üçüncü dəstək səviyyəsini test etdi, lakin birinci dəstək səviyyəsinin altına bağlanmış oldu. Bu gün isə S&P 500 indeksi bu günün birinci müqavimət səviyyəsini qırıb və yüksəlişlə davam edir. Təbii S&P 500 indeksinin yüksəldirən əsas faktorlar arasında hörmətli izləyicilər, Amerikada inflyasiyanın aşağı açıqlanması və eyni zamanda federal ehtiyatların faiz dərəcəsini 4.5-dən aşağı salacağı, yəni faiz dərəcəsini endirəcəyi gözlənilir ki, bu da təbii səhm bazarına müsbət təsir edən faktorlar arasındadır. Bu gün ərzində S&P 500 indeksi bu günün birinci dəstək səviyyəsi olan 5922 dollar səviyyəsini qırıb onun altına bağlanmazsa, biz S&P 500 indeksinin yüksəlişinin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bugün sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.